2026-cı ilin aprelin 17-si. Salam mənim gözəl, mənə dəstək olan komandam. Hər vaxtın xeyirli olsun. Gedək sabaha, ayın 16-sına. Günün asazı olanın gün ərzində nə gözləyir? Pul yollarda nə gözləyir? Və şəxsi həyatdan nə gözləyir? Sabahki gündə çox yaxşıdır. Nəysə yeni başlamaq, yeni münasibət başlamaq, yeni iş başlamaq, ev remont eləməyə başlamaq, fikirlərinizi dəyişdirməyə başlamaq, münasibətdə özünüzü başqa cür aparmaq, başlamaq. Yəni nəysə yeni başlamaq sabah çox sizin üçün ruzulu olacaq. Və bir şey ümumi götürəndə sabahki gündə sizdə doğrudan ruzulu bir gündür və yenə də məsələn işləməyən insanlar da, məsələn xanımlar, evdə oturan xanımlar kimin yoldaşları, geçin sizə baxan xanımlar, siz yaxşı olardı ki, sabah evi yığışdırsaz, evdə lazım olmayan veşləri atsaz, bəlkə evi peristanovka eləsəz də, ya bəlkə nəysə təzə remont eləməyə istəyirsə, biraz onu hazırlaşdırmaq sizin üçün yaxşı olar. Kim sabah yeni iş başlayır, ya yeni münasibət kimdə başlayacaq, çox uğurlu sabah bir gündür sizin üçün, çox ruzulu bir gündür. Gün ərzində çalışın, yox, gün ərzində sizin xəstəniz kimsə pozacaq. Çoxluğunuzdan şəxsi həyatla bağlıdır. Çalışın, imkan verməyin ki, kimsə sizin xəssiyyətinizə, sizin nastroyeniyası təsir eləsin. Axşam vaxtı isə biraz kimləsə soyuq belə söhbət olacaq. Yenə də o söhbətə ürəyinizə götürməyin də, fikrinizə götürməyin. Mən isə şəxsi baxışını əlaqə saxlamaq istəyirəm. Mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-na bir dənə WhatsApp nömrəmdə yazırsınız, ya satırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan ki, mən sizə cavab verəcəm. Zəng vurmayın, zəng vuranları avtomatik atıram bloka. Şəxsi həyatda nəysə başa düşməməzlik kimdənsə olacaq. O demək deyil ki, sevgilinizdən, dostdan, rəfiqə ilə, ana ilə, ata ilə, qohumla, kimlənsə, yenə ümumi baxışda konkret deyə bilmərəm ki, bu ilə olacaq da. Yəni siz çoxsuz, mən təkəm. Variantlar da hər an öz variantı var. Yəni ki, kimlənsə biraz soyuq danışmaq olacaq. Pulda çalışın, pulun sayını diqqətli olun sabah. Xeyirli olsun, mənə dəstək olan komandama.